Gəlin bir baxaq. Gəlin bir baxaq. Hakimiyet mezunu ünvanına küçük sözleriyle çıkış etsinler ve söylesinler. Onların küllü miktarda maliye alıyor. Sadece bir rakamı demek isterim ki özünü azadlıkla mücadele gösteren bir blogere ve bir siyasi partiye 11 il ərzində 48,5 milyon manat pul ötürülüb. 48,5 milyon manat. Bu sadece bir bloger ve bir siyasi partiyadır. 48 milyona bunlar pul sayanmırlar ha. Siz canınız buna bakın, bu şerefsize bakın, bu alçağa bakın. 48 milyon hansısa bir partiyə, bir də mənə 11 ildə 48 milyon veriblərsə, Qənimət Zahid niyə Turan TV-ni bağladı? Qabil, nə imkan var Turan TV bağlanır? Natiq Adilov bir kamera alanmır. Əli Kərimlinin muavinləri yaz yerinə 20 manat yazılmağa pulları yoxdur. Bunlar dəlidirlər, nədirlər? Cındırlar, başları xarab olub bu qəhbənin balaları. 48 milyon deyir, mənə pul verdilər. 48 milyon. Allah Allah. 48 milyon mənə pul vermişdilərsə, siz dəlisiniz bə? Dəlisiniz bə? Hamı bilir ki, İlham Əliyev Ramiz Mehdiyevə dahi deyir. 48 milyonun elə 200 minlik çek ortaya çıxarda bilsəniz, 200 minlik çek, sübut ortaya qoya bilsəniz, məni deport elətdirə bilərsiniz. Bəli, 200 min evrodan yuxarı pul sırazı böyük məbləğdə çirkli pul hesab olunur, böyük cinayət hesab olunur və sırazı məni istədiyiniz kimi türməyə sala bilərsiniz, istədiyiniz kimi deport elətdirə bilərsiniz. 48 milyonun çekini göstərin, görək hansı adresə gedir. Hər halda onun çeki var, hər halda göndəribsinizsə, heç kimə pulu elə belə vermir. Mütləq və mütləq əlində bir dəlil saxlayır ki, sabah hakimiyyətə gələndə bu mənlə hesablaşsın ya mənim arzu və istəklərimi yerinə getirsin. Heç kim elə belə pulu basıb bərdən ona vermir. 48 milyon bilirsən nə? 48 milyon pulum olsa bir gecə Leyla ilə yataram. Bir gecə onsuz da Heydər Əliyevin mıxı durmur. Bir gecə Heydər Əliyevin arvadı ilə yataram. Bir gecə Arzu ilə yataram. Mehribana da şam tutduraram. 48 milyon elə belə puldur, dəlisiniz, nəsiniz siz? Mən başımı xarab edirsiniz bu payız axşamında. Bunu mən deyimdə bunu tarixəm. Bunun Dövlət Təhlükəsizlik Xidməti Elçin bir ara Sevinç Osman qızınla padruqa oldu. Bunu göndərdi, Əliyev oğlu Elçini göndərdilər İrana, cəsus kimi. Bunu İrana göndərdilər, cəsus kimi. İrana cəsus kimi göndərilən, bax bunu İran hökuməti bildi. İran hökuməti bildi. İnanın ki, Allaha 7 gün, bax bunu 12 nəfər cinsi orqanı yekə olan, bildirinizdə xüsusi yekə olan cinsi orqan, 12 nəfər bunu 7 gün o çetə qoydu. Daha bunun dalına 2 dənə mıx girir, ağzına nə bilim nə girir. Bunu yenə deyiləm, İranda cəsus olduğunu bildilər. Azərbaycan tərəfi bunu zorla İrandan aldı,